Kanalda yeni səfərnamə Türkistandan başlayır. Bu Türkistan Qazaxıstanın cənubunda yerləşən bir şəhərdir. Sırdərya çayının sahilində yerləşən Türkistan bugün dünyanın ən irfani ocaqlarından biri hesab olunur. Bu da buranın özünə son mənzil edən və yaşayış yeri edən və günəşinin və irfani işığının başlanğıc nöqtəsi edən Xoca Əhməd Yasəvi sayəsindədir. Yasəvi haqqında danışacağıq daha ətraflı. Çünki o elə bir işıqdır ki, elə bir günəşdir ki, onun haqqında 2 dəqiqə, 3 dəqiqə, hətta 1 saatlıq bir video belə danışsan, bu çox azdır. Tam da bizim Seyid Yəhya Baküvi kimi. Lakin Xoca Əhməd Yasəvi tam bir demək olar ki, başlanğıcdır, bir nöqtədir. Ona ayrıca girəcəyik. Türkistandan danışaq. Türkistan, Qazaxıstanın Türkistanı 5-ci əsrdə əsası qoyulmuş bir şəhərdir. Almatadan 1 saat yarımlıq, 1 saat 40 dəqiqəlik məsafədədir. Təyyarə ilə bura gəldim. Və buram burada bir tarix qoxusu var. Burada bir mənəvi bir işıq var ki, gəl görəsən, elə şəhərlər var ki, adını tutduqdan belə onun abu-havasını, onun mənəviyyatını artıq olduğun ölkədə belə istəyirsən. Mən Türkistanın adını dilimə aldığımdan, planıma saldığımdan artıq Bakıda onun mənəvi havasını çox hiss edirdim. Və səfər o qədər su kimi həyata keçdi ki, gəl görəsən, bunu insan mütəmadi yollarda olan insan hər bir şəhərində, hər bir səfərində aurasını, mənəvi hər bir şeyini hiss edə bilir. Türkistan qədim bir şəhərdir. Əvvəlki adı Şavqar olub, Samanilər dövründə, sonra Qaraxanilər gəlib, Qaraxanilərin zamanında artıq adı Yassi olub, Yasəvinin adı da sözü də məhz oradandır və artıq Yasəvilikdən sonra Teymur, əvvəl Monqollar gəlib Türkistanı dağıdıblar hər zaman kimi və artıq Əmir Teymurun zamanından etibarən şəhər yenidən yavaş-yavaş bərpa olunmağa başlayır. 19-cu əsrdə artıq şəhər Türkistan adlanmağa başlayır. Əvvəllər bura ümumilikdə Şımkənd vilayətinin şəhərlərindən biri idi. Lakin 2018-ci ildə Türkistan özü bir vilayətə çevrilir və şəhər özü vilayət mərkəzi hesab edilir. Bugün hazırda dayandığım bu bir yer son zamanların bir tikintisidir. Adı Karvansara adlanır. Türkiyənin böyük bir dəstəyi ilə inşa edilir və şəhərin tam da mərkəzində bir növ qədimliyin və gözəlliyin abu-havasını yaradıblar. Kompleks ərazisində qədim qala kimi bir yer görsənir. Burada 2 dənə böyük bir otel var. Saysız hesabsız kafelər və restoranlar, eyni zamanda mağazalar da var və axşamlar bu ərazidə fontan şousu keçirilir. Həmin fontan şousunda da Qazaxıstan milli kimliyini, milli o etnik gözəlliyini qoruyub saxlayırlar. Ümumiyyətlə bu mənim Qazaxıstana 3-cü gəlişimdir. Birincidə Aktauya birbaşa reys açılanda dəvət almışdıq, amma demək olar ki, Aktau bizə çox yaxındır və orada Qazaxıstanı hiss etmək qeyri-mümkündür. İkinci səfərim 2023-cü ilin martında olmuşdu. Onda da Azərbaycan Hava Yolları birbaşa reys açırdı. Ora dəvət almışdıq və Qazaxıstanı gəzmək nəsib olmuşdu. Qazaxıstan başdan başa təbiəti ilə çox gözəldir və burada saysız hesabsız gözəl göllər və dağları var. Almatı şəhərinin zaten gözəlliyi odur ki, şəhərin mərkəzindən 15 dəqiqədən sonra böyük bir dağlar açılır və anam hər zaman o dağları öz gözəlliyi, uşaqlıq xatirələrindən çox xatırlayır və cənubuna gəldi. Bu mənim 3-cü gəlişimdir. Çox gözəldir. Mən ümumiyyətlə tarix yerləri, içində orta əsən abu-havasını qoruyub saxlayan yerləri çox sevirəm. Bugün yolum burada Otrar şəhərindədir. Otrar qədim şəhərlərdən biridir. Orada həmçinin Xoca Əhməd Yasəvinin mürşidi sayılan Arslan Babanın mavzoleyi yerləşir. Dünyada 2-ci müəllim adına alan Fərabinin doğum yeri olması etibarilə bir anım yeri var və eyni zamanda Otrarda qədim Otrar şəhərinin də qalıqları var. Bugünkü plan odur. Dünən bir qədər Xoca Əhməd Yasəvinin məqbərəsini gəzdim. Dünən hava yağışlı idi. Lakin ora xüsusi bir gün ayırmaq istəyirəm. Tam bir günü ayırmaq istəyirəm. Üstəlik Ramazandır və səfərin də əsas məqsədi Ramazan qoxulu Türkistanı hiss etməkdir ki, inanılmaz dərəcədə dünən o məqbərədə hətta bir yarım saatlıq, 1 saatlıq yağışın altında olan o abu-havanı mən sizə heç çatdıra bilmirəm. Ona görə də onun üçün xüsusi bir gün ayırmışam ki, tamamilə heç olmasa biraz hava da aydın olsun və orada çox rahat çəkiliş edə bilim. Gözünüz kanalda olsun və inşallah ki bu videoları da bəyənib yolunuz buralara kimi düşər.
Oturar şəhəri istiqamətində ilk olaraq Xoca Əhməd Yəsəvinin qızı Gövhər xanımın məqbərəsini ziyarət etdim. Ondan sonra 1 saat yarımlıq bir yolumuz oldu. Hazırda bu yol düzəldilir və çox yaxın aylarda Türkistan-Oturar arası məsafə daha yaxşı, daha azalacaq. Çünki yollar da düzələcək. Bu çölləri çox sevdim. İnsanı istər-istəməz bu mənzərələr, atlar, böyük bir çöllük, Dəşti Qıpçaq çölünün tarixini, ab-havasını xatırladırdı. Oturar şəhəri bugün qədim Oturar şəhərinin qalıqları ilə birinci diqqət çəkir. Burada hazırda Yapon və Qazax arxeoloqlar tərəfindən qədim şəhərin qalıqlarının aşkar olunması üzərində geniş tədqiqat işləri aparılır. Turistlər tərəfindən çox sevilir. Mən də buranı çox sevdim. Özünə məxsus ab-havası var və Oturar Çingiz xana qarşı, Monqollara qarşı dirənən ilk şəhər olmuşdu və məhz bu şəhərin işğalı ilə Monqolların uzun bir işğalı başlanılır. Oturar şəhərinə gəldik və Oturar yerli insanlar dilində hələ də köhnə adı olan Fərab adı ilə qalıb və videonun da əvvəlində qeyd etdiyim kimi bu şəhərdə dövrün ən böyük mütəfəkkirlərindən biri olan alim, filosof, astroloq, riyaziyyatçı Əl-Fərabi dünyaya gəlmişdi və heç də təsadüf deyil ki, öz xidmətlərinə görə dünyada Aristoteldən sonra ikinci böyük müəllim adını qazanmışdı. Oturarda eyni zamanda qədim şəhərin qalıqları da var və bu şəhərin zamanında olduqca böyük olmuşdu. Lakin onun dağılması 1218-ci ildə Çingiz xan adı ilə bağlıdır. Çöldə hədsiz bir külək var, ona görə o ərazidə çəkiliş apara bilmirəm. Bu şəkildə danışım və sonra da ərazini göstərim. Oturarın dağılmasının tarixdə Oturar faciəsi adı altında tanınır. Belə ki, 1218-ci ildə Çingiz xan 500 dəvədən ibarət bir karvan göndərir. Lakin Oturarın hökmdarı karvanı qəbul etmir. Əvəzində burada xainlərin olduğundan şübhələnərək, bəlkə də doğru bilərək bütün karvanı qılıncdan keçirdir. Bundan hiddətə gələn Çingiz xan Oturara hücum təşkil edir. Oğlu Cuci tərəfindən böyük bir ordu göndərir, 150 minlik ordu göndərir və tam 7 ay müddətində Oturar əhalisi, xalqı dirənir, müqavimət göstərir və bugün Türk seriallarının həmin dövrə aid, məsələn, Mevlana Rumi dizisində də çəkildi. Bütün bunlar hamısı tarix faktlardır. Və yalnız bir nəfərin xainliyi və şərəfsizliyi nəticəsində adda Karaca olur. Şəhərin qala qapıları Monqol qüvvələrinə açılır və 7 aylıq müqavimət demək olar ki, yerlə bir olunur. Monqol qüvvələri o Oturara daxil olaraq şəhəri yerlə bir edirlər, yerlə yeksan edirlər. Bu Çingiz xanın və sonradan Əmir Teymurun da dönəmində tətbiq olmuş taktikalardan biri idi. Əgər ki, müqavimətsiz bir şəhər təslim olardısa, həmin şəhərə heç bir şey xələl yetirilməzdi. Lakin burada 7 aylıq bir müqaviməti vardı deyənə, şəhərin yerlə yeksan olunması haqqında göstəriş verilir. Baxımından onun bu şəhərin olduqca böyük əhəmiyyəti olmuşdur. Əl-Fərabinin özünün də yaşadığı dövrməz Qaraxanilər dövründə təsadüf edilir. Qaraxanilər dövründə əsası qoymuş bu mədəni inkişaf sonradan Xarəzm şahların dövründə də davam etdirilir. Bugün Oturara gəldikdə həm qədim şəhərin qalıqlarını, həm Arslan Babanın məqbərəsini ziyarət edə bilərsiniz. Bugün özündə burada Qazax və Yapon arxeoloqlar birgə əmək sayəsində çox geniş bir qazıntılar aparılır. Qazıntı sahələri aşkar olmuşlar, konversasiya olunur, mühafizə olunmuş vəziyyətdədirlər. Sonra belə burada otaqlar var, hücrələr var və içərisində deməli heykəllər, fiqurlar qoyulur və qədim şəhərin zamanında sənətkar məhəllələri necə olubsa, onların bir növ maketi yaradılıb. Olduqca çox gözəl işlər görülür. Hazırda Türkistandan Oturara birbaşa daha rahat bir yol çəkilməkdədir. Bu da iki şəhər arasındakı məsafəni irəlidə bir qədər daha da qısaldacaq. Bu yerlərin ən böyük əhəmiyyətindən biri odur ki, Böyük İpək yolu üzərində yerləşir. Bütün Türkistanda Oturar da heç də təsadüfi deyil ki, səyahət etdiyi müddətdə həm Türkistanda, həm burada istənilən bir yerdə heykəlləri, karvan yollarını xatırladan heykəllər görsənir və bu Böyük İpək yolunun əhəmiyyəti o qədər güclü olur ki, istər-istəməz bu ticari mübadilələr eyni zamanda elmi və mütəfəkkir fikirlərin də formalaşması mübadiləsinə gətirib çıxarır.
şəkildə evlər var və əslində həmin o böyük sivilizasiya vaxtı Oturar şəhərində bu məhəllələr, bu evlər necə görsənirdi, onların imitasiyası yaradılıb və bu tarixi daha yaxşı başa düşmək üçün çox əla bir düşüncədir. Ümumi mövcud olan mülahizələrdən biri odur ki, Oturarda İskəndəriyyədən sonra dünyanın ikinci ən böyük zamanında qədim kitabxanası da yerləşibmiş. Amma qazıntılar zamanı o kitablardan heç bir əlamət, heç bir kitabın bir nüsxəsi belə tapılmayıb və ona görə də bir çox alimlər bu ehtimalın sadəcə bir ehtimal olduğunu, bu fikrin bir ehtimal olduğunu bildirirlər. Bununla belə od olmayan yerdən tüstü çıxmaz. Demək ki, zamanında nəsə bir şey var imiş ki, Oturar kitabxanası haqqında bu cür tarixi fikirlər və böyük sevgilər qorunub saxlanmaqdadır. Çox gümanda ki də Monqol istilası zamanı yerlə bir olunan zamanda həmin kitabxana dağıdılmışdı. Çünki Həsən Sabahın Alamut qalasına da Hülakinin hücumu zamanı həmin qalada çox böyük bir kitabxana olmuşdu ki, o kitabxana da yerlə bir edilmişdi. Arslan Baba Xoca Əhməd Yasəvinin birinci mürşidi hesab olunur və el arasında deyirlər ki, Xoca Əhməd Yasəvini ziyarət etməmişdən öncə mütləq qaydada Arslan Babanı ziyarət etmək lazımdır və daha dərin biliklərə əsasən burada bir gecə yatdıqdan sonra Xoca Əhməd Yasəvini ziyarət etmək daha fərz buyurulur. Arslan Baba ilə bağlı olduqca geniş rəvayətlər var. Əslində bunu Xoca Əhməd Yasəvinin çəkilişlərini edəndə danışmaq istərdim, amma elə burada da qeyd etmək yerinə düşər. Yerli rəvayətlər qeyd edir ki, onun olduqca çox yaşı olubmuş və Peyğəmbər əleyhissalamın səhabələrindən biri sayılırmış. Peyğəmbər əleyhissalamın söhbətlərində bir gün səhabələrini yığar və xurma yeyərlərmiş və dayanmadan bir boşqabın birindən bir xurma dayanmadan düşərmiş. Həmin vaxtı Həzrəti Cəbrail Peyğəmbər əleyhissalama görsənir və bildirir ki, həmin bu bir tək bu xurma sizdən bir neçə 400 il sonra yaşayacaq müsəlman bir Əhmədin qismətidir. Həmin Əhməd türk ellərini, türk obalarını, İslamı buralarda yayacaq. Ondan sonra Peyğəmbər əleyhissalam səhabələrinə doğru dönər və soruşar ki, sizlərdən kiminiz bu xurmanı müsəlman Əhmədə çatdırmaq istəyirsiniz? Heç kimdən səs çıxmaz və Arslan Babadan səs çıxıb deyir ki, əgər mənə bu qədər ömürdür bəxş edilsə, mən həmin əmanəti xurma çərdəyini aparıb çıxartmağa razıyam. Və Peyğəmbər əleyhissalamın duası ilə Arslan Baba 400 il yaşayır və artıq Xoca Əhməd Yasəvinin dönəminə gəlib çatdıqda onu Dəşti Qıpçaq çöllərində uşaq ikən qoyunları otaran zaman görür, rastlanır və Xoca Əhməd Yasəvi ilə Arslan Babanın görüşü zamanı heç kişi dilindən bir kəlmə belə söz çıxartmadan balaca Əhməd əmanətimi gətirib çıxartmısanmı deyə soruşur və artıq Arslan Baba qarşısındakı uşağın həmin Əhməd və irəli zamanlarda böyük türk elinin böyük mütəfəkkiri, böyük alim olduğunu başa düşür və ağzında əmanət olaraq saxladığı həmin xurmanı çıxarıb balaca Əhmədə verir. Olduqca maraqlı bir hekayədir və hekayənin özünün dərinliyindəki bu irfani havası, buranın mənəvi havası məhz Arslan Babanın da yerlilər tərəfindən çox böyük bir dərin ehtiramla, hörmətlə anılmasına gətirib çıxarmışdı. Arslan Babanın məqbərəsi 3 dəfə dağıdılıb, yəni birincidə elə Monqollar tərəfindən olub və hər dəfə orijinal üsula uyğun olaraq bərpa edilib. Məsələn, bu sütunların özləri belə, onlar orijinal deyirlər və originalı tam da yandakı muzey bak orada sərgilənməkdədir. Orijinal lövhələr bunlardır və Он жил в 12 веке, и эти кирпичи относятся к 12 веку, то есть от усыпальницы его в оригинале. А это построил Амир Тимур, относится к 14 веку.
Orijinal daşlar bunlardır. 12-ci əsrdə onun özünün qəbri olan yerdən tapılmışdı. Bunlar isə 14-cü əsrdə Əmir Teymur tərəfindən birinci bərpa zamanı həyata keçirilmişdi. Ayta kutu. Kalmırza usta. Kapitan remontu. Bu Pastroniya işimi vəzimlidir. Türkistan ustası Kalmırza Musafirova təmir bərpa işlərində məhz həmin bu şəxs rəhbərliyi etmişdi. Sayıram Xoca Əhməd Yəsəvinin doğulduğu bir kənd olmuşdu. Bugün kiçik bir şəhərcik halındadır və burada onun atasının və anasının da məqbərlərini ziyarət etdim və artıq bundan sonra demək olar ki, tamamilə Türkistanın özünə qayıdıb məqbərənin özünün hekayəsi ilə Xoca Əhməd Yəsəvin öz işığı ilə tanış oldum. Türkistanın ürəyi və Türkistan deyiləndə ilk ağla gələn Xoca Əhməd Yəsəvinin məqbərəsidir. Xoca Əhməd Yəsəvin özüdür. İşığı, nuru, günəşi böyük qitələr aşan, böyük yerlər aşan, bir çox könülləri fəth edən bir insandır. Hazırda dayandığım yer onun məqbərəsinin tam önüdür, tam qarşısıdır. Əvvəlcə sizə məqbərə haqqında məlumat verim, qısaca bir məlumat keçeyim. Bu onun giriş portalıdır. Hazırda giriş burada bağlıdır. Lakin məhz burada xanlar hakimiyyətə gəldikdə məhz ağ xalça sərilərdi. Xoca Əhməd Yəsəvinin 12-ci əsrdə yaşayıb və ölümündən sonra məqbərəsinin inşası 2 əsr sonra 1399-cu ildə Əmir Teymur tərəfindən tamamlanmışdı. Və memarlığından da göründüyü kimi məqbərənin inşasına Təbrizli ustalar dəvət edilmişdir. Baş usta Şərafəddin Əbdüləziz olmuşdu və onun verdiyi, yazdığı qeydlərə əsasən burada 500-dən çox daş ustaçılar, Hindistandan gətirilmə fillər istifadə edilmişdi və heç də təsadüfi deyil ki, məqbərə özlüyündə Səmərqəndin məşhur Bibi xanım məqbərəsinə də bu və digər dərəcədə oxşuyur. Çəkəcəm, indi göstərəcəm. Orada üzərində göy işləməli yerlər var ki, kaşlarla işləməli yerlər. Göy kaşlı işləməli yerlərdə Quranın ayələr, Allahın əsmalarının adları və digər ayələr yazılmışdır. Özlüyündə çox huzurlu bir yerdir, çox gözəl bir yerdir. Portal, giriş portalı tamamlanmamışdır, tam da belə qalmışdır. Və burayla bağlı çox maraqlı əfsanələrdən biri budur ki, məqbərənin tikintisi zamanı bu məqbərə tamamilə tikinti bir hissədə dayanır və tikinti tamamlanmırdı. O zaman Əmir Teymura məsləhət bilirlər ki, birinci Xoca Əhməd Yəsəvinin müəllimi olmuş, ona əmanəti təhvil vermiş Arslan Babanın məqbərəsi tikilməli, tamamilə təmir edilməli. Ondan sonra artıq bu məqbərə işlənib hazırlanmalıdır ki, həqiqətən də həyatda o şəkildə olur. Təmirdən sonra köhnə məqbərənin, Xoca Əhməd Yəsəvinin məqbərəsinin əslinin bir hissəsini saxlayıblar və burada maraqlı faktlardan biri nədir? Üzərindəki bu zərdüş kəpənəkləridir. Bu kəpənəklərin tarixçəsi haqqında bunları ümumiyyətlə Türkistan bölgəsində, istər Özbəkistanda da çox rast gəlinir və bunların mənasını Özbəkistanda izah etmişlər ki, bunların adı zərdüş kəpənəyidir. Düzdür, oradakilərin üzərində Özbəkistanda kaşının yaşlı rəngindən istifadə edirdilər və bu ümumilikdə həm 4 ünsürü, həm də həyatın özünü əks elətdirir. Burada tam da tavanda və bütün hər yer boyunca da bayaq qeyd etdiyim kimi kaşlarla ayələr yazılıb, hər yerdə onu hiss etmək olur və tamamilə burada demək Səlcuqlu memarlığının da izləri görsənir və ən gözəli isə odur ki, tamamilə Təbriz ustalarının hər yerdə, bütün bu coğrafiyada yaratdıqları bu incəlik, bu gözəllik özünü qoruyub saxlamaqdadır. Məqbərənin bu hissəsi mənə İsfahandakı Cami məscidi quruluşunu daha çox xatırladır.
Bu deməli Qazandıq adlanır və onun üzərində orada yuxarıda görsənən kimi ayələr yazılıb. Hər tərəfi işlənmiş bir vəziyyətdədir və çöldə məqbərənin göy qübbəsi altında yerləşən hissə məhz buradır. Bu hissədə sular yığılardı və dəstəmazın alınması üçün də bu yeri qazandıqdan istifadə olunardı. Xüsusi bir hazırlanmışdı və orijinaldır deyənə onu ayrıca bir belə yerdə buraxırlar. Hazırda təmirdədir və icazə ilə girdim bura, içəri çəkiliş edirəm deyənə adi insanlara bura girməyə icazə yoxdur. Sağ olsunlar. Çox da təşəkkür edirəm. Предки, они родилы. Предок. Здесь село Ахмат. Əhməd Yəsəvinin Sayramda doğulub. Bu Türkistana yaxın bir şəhərdir və orada doğulduqdan sonra Yassı şəhərinə yerləşir. Onun adında, şəhərin də adından göründüyü kimi, ondan sonra özünün üçün titul olaraq Yəsəvi deyirlər. Bu ərazilər, Xoca Əhməd Yəsəvinin yaşadığı bu ərazilər bu dönəm 12-ci əsr Türkistanın tarixinə baxdıqda Böyük İpək yolunun canlandığı bir dönəm olur və Böyük İpək yolu demək mütəmadi bir mübadilə deməkdir. Burada nəinki ticari mübadilədən gedir söhbət, burada nəinki dövlətlər arası karvan yolları mübadiləsindən gedir. Bu və digər şəkildə hər hansı bir mübadilə varsa, mütləq qaydada ki, elm və mədəniyyət də orada inkişaf edəcək və heç də təsadüfi deyil ki, İslam elminin, mədəniyyətin intibah dönəmi deməz, həmin dövrə təsadüfi. Dövrə baxın, Fərabi yaşayıb, İbn Sina yaşayıb, Əl-Xarəzmi, çox adamlar, çox böyük mütəfəkkirlər, alimlər, hər biri bir sahədə peşəkarlaşmayıb, filosof olublar, astronom olublar, riyaziyyatçı olublar və öz əsərlərini balaca bir şam işığında, balaca hücrələrin otaqlarında qələmə alıblar. Xoca Əhməd Yəsəvinin yaşadığı dövr məhz belə bir dövr olmuşdu və artıq Dəşt-i Qıpçaq çölündə belə bir inkişaf gedirdi. Üstəlik də ki, Türkistan Qazaxstanın cənubunda yerləşməklə Özbəkistanın daha çox inkişaf etmiş, həmin dövrdə artıq Buxara, Səmərqənd, Mərv kimi şəhərləri ilə sərhəd şəhərləri idi və bu da istər-istəməz bu regionda elmin və mədəniyyətin inkişafına olduqca böyük bir təsir göstərmişdi. Lakin Yəsəvinin bu qədər böyük bir tutum almasının, böyük bir mahiyyət almasının başqa səbəbi var idi. Ərazidə İslam dini hələ ki yoxdur. İslam dininin yayılması çox zəif gedir. Çünki yerli əhali ərəb və fars dillərini bilmirlər. Qaraxanlar sarayında əsas dil ərəb və fars dilləridir və yerli türk xalqları, hansılar ki çox köçəri xalqlardır, köçərliklə məşğuldurlar. Bunlar ərəb dilinə başa düşmürlər və təbii ki, İslam dininin gərəkli olan fiqhlərini, hökmlərini də qəbul edə bilmirlər. Bu sahədə Xoca Əhməd Yəsəvinin inanılmaz dərəcədə böyük bir xidmətləri var. İlk növbədə onun Arslan babadan əmanəti aldıqdan sonra Buxaraya gəlir. Bir neçə müddət gənci yaşında Buxaraya gəlir və burada dövrün dahisi olan Yusuf Həmədani ilə görüşür, Yusuf Həmədani ilə tanış olur. Bu həmin Yusuf Həmədanidir ki, onun görüşləri, onun fikirləri çox böyük sufi məktəblərinin Kübrəviyyə, Nəqşbəndiyyə, Bəktaşiyyə və ən əsas da Yəsəviyyə kimi məktəblərin formalaşmasında əvəzsiz rol oynayır. 24 yaşı olanda Xoca Əhməd Yəsəvinin Yusuf Həmədani ilə birlikdə həcc ziyarətinə həyata keçirir və bir müddət mürşidinin yanında yetişdikdən sonra Yusuf Həmədani göstərişi ilə Xoca Əhməd Yəsəvi Türkistana qayıdır və ömrünün sonuna qədər məhz burada həm özü öz biliklərini artırmaqla yanaşı, ömrünün sonuna qədər elə bir yetişmiş bir böyük bir övliya olur ki, onun günəşi, onun işığı hər tərəfə gəlmiş olur. Bugün özündə deyirlər ki, belə bir rəqəm gətirirlər ki, 99 min müridi olmuşdu və yetişdirdiyi müridlər, yetişdirdiyi insanlar yanında qalmamışdı və yetişdirdikcə onlar yayılmışlar. Əsas məqsəd insanların başa düşəcəyi bir dildə, Oğuz Qıpçaq dilində, bu dialektdə, yerli insanın anlayacağı dildə onların qəlbinə Allah eşqini bəxş etmək olmuşdu. Xoca Əhməd Yəsəvinin dövründə
İslamın durumuna baxırıq. İslam dini və bunu bugünün özündə belə alimlər də deyirlər. Kərbəla faciəsindən sonra İslam dini böyük bir tənəzzül yaşamış olur. Əvvəl Əməvilər gəlir, sonra Abbasilər gəlir, Əhl-i-Beyt təqib olunur və Əhl-i-Beytin imamları təqib olunmaqla yanaşı bu istər-istəməz İslamın erkən şəkildə o anlaşılmasına, İslamın gətirdiyi o Allah eşqinə, onun gətirdiyi o hökmlər hər biri unudulmağa başlanılırdı və çox çətin bir dönəmlərdə, necə deyərlər, çətin dönəmlər çox güclü insanlar yetişdirir və bu çətin dönəmlərdə 4 böyük bir məktəb yaranır. Kufə, Bəsrə, Bağdad və Xorasan məktəbi. Bu 4 məktəb insanları Allah eşqinə qaytarmalıdır. İslamın erkən gətirdiyi hökmlərə qaytarmalıydı. Əgər ki ilkin 3 məktəb Kufə, Bəsrə və Bağdad məktəbi zöhd dönəmində qalıb və sonradan hakimiyyətlə yaxınlaşmaq istiqaməti götürürdüsə, Xorasan məktəbi tamamilə bunu əleyhinə keçdi. Yəni burada əsas məsələ sən tamamilə hakimiyyətdən hər hansısa bir hökmdarla münasibətə, yaxınlığa keçməyəcəksən. Çünki hakimiyyət, hökumət, dövlət malı səni erkən o eşqdən, erkən o xidmətdən, qulluqdan, Allaha olan qulluqdan səni uzaqlaşdıracaqdır və bu şəkildə məlaməti Xorasan məktəbi yaranmış olur. Bugün Xoca Əhməd Yasəvi dedikdə Xorasan ərənləri anlayışı başa düşülür ki, məhz Yasəvi ilə böyük bir məktəbin, böyük bir elmin əsası qoyulmuş olur və Xoca Əhməd Yasəvi bilinən türk dilində, nə ərəb dilində, nə fars dilində insanların çox sadə anladıqları, onların danışdığı dildə, türk dilində sufizmin əsasını yaratmış olur. Böyük bir əsərlər yadigar qoyur. Onlardan ən böyüyü Divan-ı Hikmət olur ki, bu böyük alim, bu böyük mütəsəvvir alim həmin Divan-ı Hikmətdə Qurani Kərimdə deyilən ayətlərin bir növ şərhini verir və heç də təsadüfi deyil ki, bugün Divan-ı Hikmət Qurani Kərimin türk dilində şərhi, təfsiri də hesab oluna bilər. İnsanlar əsəri oxuduqca İslama daha çox gəlirdilər. İslam dili daha çox bərk edirlər və Allah eşqində daha çox bərk edirlər və bu şəkildə Türk-İslam qolu, İslamın türkçülük qolu, belə deyək, Türkistan ərazisindən, Türk insanları arasına yayılması başlandı. Sonra nə baş verir? Tarixə baxırıq. Sonra türklərin Orta Asiyadan Anadoluya köçü başlayır. Və Xoca Əhməd Yəsəvi yanında irşad keçmiş, məktəb oxumuş, böyümüş, kamillik zirvəsinə çatmış o vəlilər Anadoluya köç edən türk xalqlarla birlikdə, türk boylarla birlikdə Anadoluya doğru yol almağa başlayır. Nəticədə nə olur? Nəticədə Yəsəvinin yaratdığı, Yəsəvidən doğan o işıq, o günəş Anadoluya kimi əvvəllər Səlcuqlar, ondan sonra Osmanlıya kimi, oradan da Balkanlara kimi yayılmış olur. Bir işıq olur, bir nur olur və o nur özündən bir neçə günəş şüasını yayılmış olur. Mevlana Həzrətləri nə dedi? Mevlana dedi ki, sən özündən işıq verməklə sənin işığın heç vaxt azalmayacaq. Belə Mevlanəliyin özündə də, Mevleviliyin özü də, Bektaşilikdə, bizim doğma xəlvətilikdə bunlar hər birinin kökü məhz Yəsəviliyə dayanır. Bu baxımdan Xoca Əhməd Yəsəvinin demək olar ki, İslam aləmində, xüsusən Türk İslam aləmində rolu əvəzsizdir və xüsusi onun sevilən tərəflərindən biri, bayaq da qeyd etdiyim kimi, çox sadə insanların dilində Allah eşqini tərənnüm etməsi olur. Və özlüyündə ilk böyük bir nümunədir ki, Allah eşqini sətirlərə düzür və Yunus Əmrədə bizim sevdiyimiz o janr öz başlanğıcını məhz Xoca Əhməd Yəsəvidən götürmüşdü. Sufizm poeziyasının əsasını banisi hesab edilir. Və eyni zamanda təsəvvüfdən anlayışı olanlar, təsəvvüf haqqında oxuyanlar bilir ki, təsəvvüfdə 4 pillə var. Şəriət pilləsidir, təriqət pilləsidir, mərifət və həqiqət pilləsidir ki, məhz bu pillələrin də təsnifləşdirilməsi, müəyyənləşdirilməsi bu böyük insanın adı ilə bağlıdır. Bugün hər harda bir təsəvvüf məktəbinin adı çəkilsə, bugün hər harda böyük övliyaların adı çəkilsə, onların hər biri Xoca Əhməd Yəsəviyə dayanır. Türkiyədə Xoca Əhməd Yəsəvini daha çox tanıyırlar, çünki kökə bağlıdırlar, kökü unutmurlar və qeyd etdiyim kimi, bugün türklərin özləri təsəvvüflə bağlı
Osmanlı sultanlarına, Səlcuqlu hökmdarlarının hakimiyyətinə təsir edən o möhtəşəm insanlar, vəlilər haqqında mütəmadi filmlər çəkirlər və o serialların, dizilərin, filmləri diqqətlə baxsanız, onların hər biri Yunus Emre də, Tapdıq Emre də, hər biri mütləq qaydada Əhməd Yəsəvin adını çəkir. Xoca Əhməd Yəsəvin qeyd etdiyim kimi dili çox rahat olmuşdu və onun yazdığı şeirlərlə, tökdüyü sətirlərlə insanların qəlbində Allah eşqi yaranırdı və köçəri türk xalqlarının, köçəri ilə məşğul olan türk xalqlarının, yerli türk xalqlarının Dəşti Qıpçaq çölünün İslamlaşması daha sürətlə baş verirdi. Divan-ı Hikmətində Xoca Əhməd Yəsəvinin çox gözəl bir beytləri var. Deyir, əgər aşiqsənsə elə sev ki, eşqinin gücü insanlara ətri ilə yayılsın. Allahın adını eşidən kimi hər şeyə hazır ol, belə məşuq dünyəvi heç nəyə möhtac deyildi. Bütün hekayənin və kompleksin daxilində ən maraqlı hissə qarşıda gördüyümüz yeraltı məsciddir. Adı da bu şəkildə gedir və kompleksi daxildir və onun içərisində yatan hekayə çox maraqlıdır ki, içəri keçəndə onun haqqında danışacağım. Yeraltı məscidin burada hər cür sanki mətbəx hissəsi də var. Özləri üçün şərait də yaratmışdılar və mətbəxin qalıqları bugün də burada qalmaqdadır. Yeraltı məscid dediyimiz tam bir dərgahdır və Xoca Əhməd Yəsəvinin 62 yaşı tamam olduqdan sonra buranı inşa elətdirir və tamamilə dünyadan, yerdən həyatını əlini üzərək bura yerləşir. Məqsəd nədir? Xoca Əhməd Yəsəvi 62 yaşına çatdıqdan sonra yerüstü dünyadan əlini üzür və bu yeri inşa elətdirir. Əslində özlüyündə xanəgaha, dərgaha bənzəyir, lakin kompleks daxilində adı yeraltı məscid adlanır. Bu hissədə namaz qılardılar və zikirlər çəkirlərdi və burada bir balaca otaqda artıq onun özü üçün olan çox balaca bir tunel kimi bir yer var. İndi göstərəcəm. Çox gizemli bir, sirli bir yerdir. Bunun məqsədi nədir? Niyə bu boyda, bu böyüklükdə bu mütəsəvvif alim belə bir hərəkət addım atır? O deyirdi ki, aləmlərin nuru Peyğəmbər əleyhissalam 63 yaşına kimi yaşayıbsa, mən kiməm ki, ondan daha çox yaşayayım? Mənim yaşım onun yaşını üst eləsin və bu şəkildə 62 yaşında demək olar ki, yerüstü dünya ilə əlaqəsini kəsir və tamamilə buraya yerləşir. Lakin Yəsəviyyə məktəbinin və ondan sonra gələn Nəqşbəndiyyə məktəbinin çox özəl bir tərəfi var idi ki, onlar dedilər ki, Allahı yad etmək təkcə qaranlığa çəkilmək deyil, qaranlıqda dayanmadan onun adını zikr etmək deyil. İnsanın bir əli mütləq qaydada əməkdə olmalıdır və insanın əsas dini onun vicdanı olmalıdır. Yəni sənin vicdanın oyaq deyilsə və sən əlin əməkdə deyilsə, mən Allaha qulluq edirəm, sən heç vaxt bunu deyə bilmərsən. Zikir öz yerində, ibadət öz yerində, lakin sən eyni zamanda da əməkdə də olmalısan. Və Xoca Əhməd Yəsəvinin əsas əməyi çəkildiyi balaca bir otaqda, lap dibdədir. Yəni bu nə qədər yerin altındadırsa, onun otağı lap aşağıda olub və orada bir lampa işığında o möhtəşəm əsərlərini ərsəyə gətirib. Yəni o sadəcə lap qaranlıqda çəkilib zikr edə də bilərdi. Lakin özündən sonra o çox dəyərli, o çox böyük bir dərinlikdəki əsərlərini bizə xatirə olaraq buraxıb. Bu şəkildə göstərim. İnsan burada danışmaq da istəmir. Dünən inanılmaz burada həm də bəzi gələn qonaqlar namaz da qılırdılar. Dünən buraya yağış yağırdı, dünən çəkiliş edə bilmədim. Burada gəlin sizə birinci rəsmdən göstərim, rəsmi göstərim. Çox gözəl bir burada rəsm çəkiblər və bu Yəsəvi dərvişlərinin zikir halını göstərir. Tam da bu otağı göstərirlər. Burada həmin dərvişlərin geyimləri də öz əksini tapıb və tam da yaxınlıqda Yəsəvinin həyat muzeyi var ki, yaşayışını əks etdirən bir muzey var ki, orada ümumilikdə bu proseslər necə cərəyan edirdisə onu göstərirlər. Xoca Əhməd Yəsəvinin müridləri Dəşti Qıpçaq çölünü gəzərək alaçıqlara yaxınlaşırdılar və insanlardan övladlarını, ən çox da oğul övladlarını götürürdülər və onlara təlim verirdilər, onlara tədris verirdilər, təhsil verirdilər və bu şəkildə yetişən o müridləri, o tələbələri sonradan Anadoluya, Balkanlara, Hindistana kimi göndərirdilər.
Bəzən burada turistlər olur, qərb turistlər deyirlər ki, bəs valideynlər etiraz etmirdilərmi övladların götürülməsinə? Burada məsələ deyirlər ki, yox, onlar əksinə, onlar üçün böyük bir şərəf idi ki, övladları belə bir böyük bir alimin, müəllimin yanında yetişirdi. Çünki burada onlara fiqh elmi, riyaziyyat elmi öyrətməklə yanaşı, onlara bir irşad, onlara bir kamillik verilirdi və onların hər biri sonradan öz müəllimlərindən alan işığı ətrafa yaymağa, bir növ onunla görevləndirirdilər. Burada böyük bir dənə cədvəl var və məhz bu cədvəl Xoca Əhməd Yəsəvinin tam dərinliyini, ümumilikdə Türk İslam mədəniyyəti üçün, Türk İslam təfəkkürü üçün, Türk İslam təsəvvüf və dili üçün hər bir şəkildə onun dərinliyini, onun rolunu burada əks etdirir. Buralara məsəl üçün girmədən Azərbaycanda dünən diqqətimi çəkən 2 məktəb oldu. 69-70-ə baxdıqda biz burada deməli Seyid Yəhya Şirvanini görürük. Seyid Yəhya Baküvidir və Sədrəddin Şirvani. Sədrəddin Şirvani Seyid Yəhya Baküvinin mürşidi olub, müəllimi olub. Bugün onun hər ikisinin Şamaxının Kələxana türbələrinə getsəz, Şeyx Sədrəddinin təkkəsini orada görmək olar. Qalıqlar, arxeoloji qazıntılar zamanı onlar orada aşkar edilmişdi ki, bu baxımdan Fariz müəllim Xəliliyyə və Qafar müəllim Cəbiyevə çox böyük bir dərin təşəkkürlər düşür. Onlar Kələxana türbələri ətrafında elə bir qazıntını aparmışlar. Amma bizim üçün Seyid Yəhya Şirvani belə özümüzün günəşidir. Bakıdan saçılan işıq adlanır. Vaxt dövr baxımından Seyid Yəhya Şirvaninin dövrü 15-ci əsrdir. Xoca Əhməd Yəsəvi isə 12-ci əsrə təsadüf edilir. Bir adamla, bir insanla yayılan işıq, bunun hamısı burada bariz nümunəsidir. Məsələn, Türkiyəyə baxsaq, Türkiyədə ümumiyyətlə çoxdur. Özbəkistan üzrə nəqşbəndilikdir. Türkiyə üzərində isə görüm, hanı bu Türkiyə? Bunlar deməli Qazaxıstan üzərindədir. Davamçıları burada ata adlanırdı. Hamısının sonluğunda ata var idi. Türkiyədə birbaşa demək, davamçılardan Lokman babadır, Hacı Bektaş Vəlidir, Mövlana Cəlaləddin Rumi sayılır. Şəms Təbrizidir ki, Təbrizi əslində Yəsəvi məktəbini Rumiyə kimi aparıb çıxardıb. Bəhaəddin Vələd Mövlana Cəlaləddin Ruminin atasıdır. Salaheddin Zərqut Rumi serialında görünür. Mövlana Cəlaləddin Ruminin yaxın tərəfdaşı olub. Sultan Vələd isə Ruminin oğludur. Bu şəkildə gedir. Balqarsında Saltuq baba var. Dabrucada, burada da Dabruca yazıblar, amma Dabrucada həm də qızılbaşlar var. Qızılbaş Ələvlərin yurdudur və Saltuq baba onların məşhur nümayəndəsi və birbaşa Yəsəvi məktəbinin davamçısı sayılır. Çox möhtəşəm xəritədir. Hindistanda Çiştiyə təriqəti var. Nizamüddin Övliya 14-cü əsrdə yaşayıb. Mən onun məqbərəsini orada ziyarət etmişdim. Ajmerdə var Çiştiyə məqbərəsi, sonra Fatehpur Sikridə var. Çiştiyə təriqətinin özü də Seyid Xoca Əhməd Yəsəvidən gələn Yəsəvilikdən bəhrələnmiş və Yəsəvilikdən ayrılmış bir təriqət, bir qoldur. Demək, burada maraqlı hissələrdən biri nədir? İndi mən onu sizə göstərəcəm. Burada göründüyü kimi quyu var. Ağzı belə ağzını bağlayıblar və açmağa da icazə verməyiblər. Bu dərgah və xanəgah tikildikdən sonra Xoca Əhməd Yəsəvi özü üçün məhz bu hissəni tikdirir. Baxırsan ki, quyudur, tam ki aşağıya kimi gedir və məhz burada o böyük alim, o böyük mütəsəvvif alim, o böyük irşad, o böyük kamil insan təkliyə çəkilərdi və ömrünün demək ki, olar ki 62 yaşdan sonraki çox ömrünü məhz orada və burada dərvişlərlə birlikdə, müridlərlə, tələbələrlə birlikdə keçirərdi. Yəsəvi Həzrətləri orada nə edirdi? Onun da tamamilə belə gözəl bir rəsmi var. Balaca bir otağa çəkilər və o böyük əsərlərini bir tək o lampa işığı ilə məhz o aşağıdakı yerdə qələmə alardı. O yer özlüyündə bu şəkildə görsənir. Yəni o tunel, yuxarıdan başlanan tunel aşağıya kimi gedir. Bugün oraya girməyə icazə yoxdur, amma görünüşü bu şəkildədir.
Bu Əhməd Yəsəvi Həzrətlərinin möhrüdür. Və burada çox maraqlı belə bir cədvəl var. Bunun haqqında da oxumuşdum ki, Seyid Əhməd Yəsəvi özü Həzrət Əlinin əleyhissalamın bir digər oğlundan gəlir, İbrahimdən gəlir. Və burada görürsünüz necə bir çox möhtəşəm belə bir cədvəl var. Ümumilikdə sufizm, təsəvvüf Əhl-i Beytə çox bağlı olub və onların hər birinin başlanğıcı Həzrət Əlidən gəlir. Həzrət Əli necə bir dərin bir hər bir o insanlığı, o şəxsiyyəti, o qüdrəti bir yana, necə bir zahidanə həyatı olması, necə özünü Allaha bağlaması, gecələr necə münacat etməsi haqqında bilənlər çox güman ki bilir, bilməyənlər də oxuya bilər. Dəhlizin bu tərəfində sonuncu otaqlardan biri dəstəmaz otağıdır. Deməli, su toplanardı və burada hamam olaraq istifadə olunurdu, Həzrət özü yuyunardı. Bura isə özünün və müridlərinin dəstəmaz üçün istifadə etdiyi hovuz olmuşdu. Bu içəri otaq çox gözəldir. Mən bu içəri otaqdan heç doymuram. Dünən təkrar bir dəfə gələndən sonra elə deyirəm ki, ancaq bura istəyirəm. Bu da bu hissi Qazaxda Hacı Mahmud Əfəndinin türbəsində də, dərgahında da keçirmişdim. Orada bir balaca otaq var idi. Hardakı Hacı Mahmud Əfəndi hər zaman çilləyə çıxardı, zikrə dayanardı. O otaqda inanılmaz bir ab-hava vardı ki, dayanmadan insanı özünə çəkirdi. Tam da bu quyu insanı özünə çəkən kimi. Ruhu şad olsun bu böyük insanın, bu böyük alimin, bu böyük bir günəşin. İstanbulda hansısa sərgidir, tam da xatırlamıram, İstanbul sərgisi olubmuş bu, ya Üsküdar sərgisi. Çox qəşəng bir kitab almışdım və Türkistan layihəsini çizəndə bu kitabı açıb oxumağın artıq vaxtı yetişdiyini bilirdim. Və burada Əhməd Yəsəviyə aid böyük bir bölüm var. Orada sırf həmin bu məsələ 62 yaşında bu hissəyə yerin altına girməsindən bağlı şeiri çap olunub, yazılıb. Dilə baxsanız, burada Oğuz Qıpçaq dilini görə bilərsiniz. Tam da videonun əvvəlində qeyd etdiyim bir məsələdir ki, onun bu şəkildə geniş yayılmasının, insanlar tərəfindən, böyük bir kültür tərəfindən, böyük bir etnos tərəfindən, böyük bir xalq tərəfindən sevilməsinin məqsədi nə idi ki, o insanlara Allah eşqini, ilahi eşqi, İslam dinini onların başa düşdüyü dildə çatdırırdı. Və məsəl üçün burada yazır ki, başım tofraq, cismim tofraq, özüm tofraq, köy qoydum, yandım, bol almadım, hərgiz apak. Hak vasla, yetər mintib, ruhum müştaq, zəmzəm olub, yer astıqa, girdim minə. Burada bunun tərcüməsi var, bunu oxuyum. Başım topraq, tenim topraq, özüm topraq, yandım, yandım, olamadım, asla apak. Hər vasıla, varam deyib, ruhum müştaq, zəmzəm olub, yer altına girdim işte. Çok güzeldi. Beytlerden bir de var burada. Zikredelim, şükredelim, hakka tapdım, dəli oldum, ayıplandım, candan geçtim. Ondan sonra birlik şarabından damla tattım, Hazret Muhammed'le hamdam olup yer altına girdim işte. Burada təsəvvüfdə şərab Allahın eşqini bildirir ki, insan Allah eşqini necə məst olursa, təsəvvüfdə də o şərab kəlməsinin mənası da məhz odur. Bu beyt də çox gözəldir. Şeyximin aşk şərabından damla tattım, hu diye yaş dökerek sabahladım. Hamdolsun ki en sonunda hakka vardım. Bir çiğ olup yer altına girdim işte. Yani bu şehirde qeyd olunan yerdə məhz bayaqki həmin o tuneldir. Burada deməli Alman heykəltaraşı Schmidt tərəfindən 1942-ci ildə yaradılmış bu yeraltı məscidin maketi sərgilənir. Taxtadan belə hazırlayıblar. Sonra burada ne var? Burada kazandık var. Daha bir maket de buradadır. Yuxarıda Allah'ın 99 adı qeyd olunub. Niyə yavaş danışıram? Çünki artıq burada namaz qılırlar. Və həqiqətən də bura çox huzurlu bir yerdir. Maraqlı bir mənəvi havası var. Gözəlliyi var və insan buradan geçmək istəmir. İçəridə də orada otaqlar var, amma ora artıq ziyarətə bağlıdır.